Mən Babayev Şəmsəddin Heybətoğlu. Şəhid oğlumun, yəni Polat Həşimov Tibb Xidməti rəisi baş leytenant Doktor Rəşid Babayevin atasıyam. Biz 4 il yarımdır ki, oğlumuzun şəhidlik statusunu ala bilmirik. Onun vətən müharibəsi qəhrəmanı adını ala bilmirəm. Tələbiniz nədən var? Tələbim nə olacaq? Mənim oğlumun haqqını versin. Dövlət Müdafiə Nazirliyi. Şəmsəddin doktor, qısa bir açıqlama verin. Hadisə necə olur və tələbiniz nədir? Qısa. Mənim oğlum məlum oldu ki, 3-cü kursda kiçik talasemiya boğulma tutmaları ilə xəstədir. Dedilər ki, oğlunun tərxis olunacaq. Amma 4-cü kursda onları ömürlük hərbi xidmətə, həqiqi xidmətə yazanda məlum oldu ki, təzə qərar çıxıb. Onlar indi yararlı sayılırlar. Fəqət hemoqlobin az olduğu üçün, kiçik talasemiya ilə xəstə olduğu üçün, boğulma tutmaları ilə xəstə olduğu üçün onu çox yüksək dağlara qaldırmazlar. Sevindik ki, o nisbətən aşağı hissələrdə xidmət eləyər. Tutaq ki, Şəmkirdə, Gəncədə. Biz buna sevindik. Beləliklə, oğlumuz 4-cü kursdan başlayaraq başladı müalicə olunmağa. Əlbəttə ki, hərbi hospitalda onu müalicə eləmədilər. Mən özüm təcrübəli həkim olduğum üçün əmisi və digərləri biz onu özümüz ev şəraitində müalicə eləməyə başladıq. Beləliklə, oğlum 6-cı kursu qutardı. 2016-cı ildə onu yolladılar Gədəbəyə. İl yarım orada xidmət elədi. Ondan sonra atdılar Akstafa meşəliyinə, xəstə uşağı, heç bir şəraiti, hamamı, tualeti olmayan Akstafa meşəliyində xidmət elədi. Və axırda gördülər ki, bəs biz buna bata bilmirik, daha doğrusu biz bu xəstə uşağı istifadə eləyirik, valideyn tələb eləyir. Biz bir təhər elək bunu İştiraknoy batalyona ataq. Beləliklə, 4-cü taburun rəisi təyin elədilər. Müharibədən 2 il qabaq. Beləliklə, uşaq 2 ildə orada can verdi. Biz gördük ki, Covid dövrü başlayıb. Onun müalicəsi getmir. Uşağı məzuniyyətə buraxmırlar. Məcbur olduq. Demək, biz sentyabrın axırında Xəqani Cəbrailova, Şəmkir Korpusunun komandirinə rəsmi oğlumdan mən icazə aldım və rəsmi hüquqşünasla danışdıq. Rəsmi məktub raport hazırladıq ki, bizim oğlumuz xəstədir. Kiçik talasemiya ilə, boğulma tutmaları ilə hemoqlobin 113 qram litr, beynəlxalq norma 130-160'dır. Hətta aşağı normaya belə yaxındır. 10 sentyabrda bizə cavab gəldi ki, bəli, sizin oğlunuz nəinki müayinə müalicəyə getməlidir Bakıya hematoloqun yanına. Bəlkə yararsızdır, şəhadətlənmədən keçməlidir. 10 sentyabrda bizə yazır bu məktubu Xəqani Cəbrailov. 11 sentyabrda hərbi hissə alır, hərbi hissə vecinə almır. Demək, Vüsal Sadıqov hərbi hissənin komandiri idi o vaxtı. Baş həkim demək, Ramin, baş həkim demək, Muxtarov, hərbi hissənin baş həkimi Oktay Kamalov, əslən Kəlbəcərli, bilə-bilə onu müharibəyə yolladılar. Müharibədə qalxan kimi uşaq yıxılır, qusur. Bu hərbi prokurorun sənədlərində var. 8 gün, 8 gecə orada ilk döyüşlər gedir. Bir həkim felçerin və sürücünün köməyi ilə yaralara xidmət edir, göstərir. Sonra düşürlər aşağı 5 oktyabrda bütün komanda düşürlər. Psixi, fiziki zorakılıqlar barədə Gəncə hərbi prokurorunda cinayət işinə baxım, açın bu cinayət işini və mənim gəlişimdən qorxub Zampalit, mən həmişə belə deyirəm, Zampalit və gəlir, mənim prokurorluqda olduğumdan istifadə edir, gəlir Göygölə, Haykü qalxanda gəlirlər, deyirlər ki, biz təsadüfən bura iclas çağırmağa gəlmişik. Elşad Həsənov boynuna aldı, müəllimə prezident aparatının qabağında gecə yatmadı, çıxış elədi. Elşad Həsənov qorxusundan bizi qəbul elədi. Bizə söz verdi ki, səhv mənim səhvimdir, generalının Polat Həşimovun yanında dəfn etdirəcəm. İl yarımdır biz bu xəbəri gözləyirik. Elşad Həsənov bizim məktublarımıza cavab vermir. Ya birinci muhabirin üstünə atır, ya obursu muhabirin üstünə atır və mənim oğlumu şantaj edir. Məni şantaj eləyə bilmir, cəsarəti çatmır. Amma mənim oğlumu şantaj edir. Bax, bu vəziyyətdəyik. Doktor, tələbiniz nədir? Mənim tələbim nə olacaq? Zəhmət çəksin prezident aparatı,
öz təyin elədiyi icra başçısına tədbir görsün. Ona başa qoy, bütün yüksək orqanları zibillikdə dəfn eləmişsən diri-diri. Bəli, mənim oğlumun cəsədi orada dəfn olub. Amma Azərbaycan Dövləti Hərbi Prokurorluq, Müdafiə Nazirliyi diri-diri vəzifəli şəxsləri orada dəfn olunub. Bunu Yaşamal rayon icra başçısı Elşad Həsənov eləyib. Yazdıqlarımız mənim günahımdan baş verib, mən oğlumuzun yerini sevimli, əziz generalın yanına köçürdürəm. Fəqət il yarımda yenə heç bir şey eləmir. Üstəlik, Gəzə Hərbi Hospitalda böyük posta oturdu. Şərəflə xidmət elədi. Heç bir qusur zat göstərmədi işində. Mən dünya səviyyəli bir həkiməm, ölkə üçün çox böyük işlər görmüşəm. Oğlum da xəstə can verib. Mənim oğlum onlar cəmi orada 2 saat həyəcan keçiriblər. Mənim oğlum 1644 gün, 4 il yarım həyəcan içərisində, xəstə içərisində can verib. Mən ölkə üçün iş görmüşəm. Mənim məktubum Moskvadan sizin məsləhətçilər tərəfindən sənə çatdırılıb. Bilmək istəyirəm, bizim günahımız nədir?